Herkese salam, kanalımıza hoş gelmişsiniz. Bugün sizlerle birlikte qışa pomidoru buzdolabında necə saxlayırıq? Gəlin birlikte hazırlayaq. İlk önce pomidorların üzerine kaynar suyu tökürük. Ve pomidorların qabıqlarını soyuruq. Budur hanımlar, pomidorların hamısını soymuşam ve istediğim formada doğrayıram. Siz de istediğiniz formada, istediğiniz ölçüde doğrayıp ve sürtgəcdən keçirdib yerləşdirə bilərsiniz buzdolabına. Burada ise pomidorları sürtgəcdən keçirdi ve keks qablarına yığdım. İçərisinə də istənilən göyərtidən vurmaq olar. Qarışdırıb və qoydum buzdolabında dondu. Donduqdan sonra çıxarıb bir paketə yığdım. Bu cür formada da çox gözəl alınır. İstənilən yeməklərinizdə istifadə edə bilərsiniz. Sağ olun, salamat qalın. Kanalımıza abunə olub dəstək olmağı da unutmayın. Hələlik.